Salam, hörmətli tədbir iştirakçıları, hər birinizi xoş gördük, salamlayıram. Və eyni zamanda Qazaxıstan və Qırğızstandan dəvət olunmuş qonaqları da salamlayıram, xoş gördük. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Bugünkü konferansımızın mövzusu Azərbaycan, Qazaxıstan və Qırğızstanın tarixi mədəni abidələri və arxeoloji irsi, ortaq mədəni irsin qorunması və elmi əməkdaşlığın inkişaf perspektivləri adlı elmi tədqiq xarakterli konferansdır. Qazaxıstan, Qırğızıstan öncə qoydu. Mən istərdim ki, tədbirimizə giriş üçün qısa da olsa məlumat verərdim, sonra sözü digər hörmətli həmkarlarımıza təqdim edərdim. Tədbirimizə başlayarkən Ulu Öndər Heydər Əliyevin tarixi abidələrimizə, milli mənəvi dəyərlərimizə, milli irsimizə verdiyi dəyərlər haqqında qısaca olsa məlumat verərdim. Ulu Öndər Heydər Əliyev tarixi abidələrimizi, xalqımızın milli mənəvi sərvəti və tarixi yaddaşımızın mühüm göstəricisi kimi hər zaman yüksək qiymətləndirirdi. O, Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini yaşadan abidələrin qorunmasını, bərpasını və gələcək nəsillərə çatdırılmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Ulu Öndər Heydər Əliyev dövlətçilik konsepsiyasında Azərbaycanın tarixi mədəni irsinin, xüsusilə qədim abidələrin, arxeoloji irsinin və milli mənəvi dəyərlərin qorunmasını mühüm prioritetlərdən biri hesab edirdi. Onun irəli sürdüyü fikir və təşəbbüslər tarixi yaddaşımızın qorunmasını yalnız keçmişə ehtiramla deyil, eyni zamanda milli mənəvi dəyərlərimizə, milli kimliyin və dövlətçilik şuurunun mühüm tərkib hissəsi kimi səciyyələndirirdi. Heydər Əliyevin irsə münasibətinin əsas mahiyyətini Azərbaycan xalqının çoxəsrlik tarixini özündə yaşadan abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması təşkil edirdi. Bu baxımdan arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi mədəniyyət nümunələri xalqımızın qədim və zəngin sivilizasiya tarixinin elmi əsaslarla tədqiqində mühüm mənbə kimi qiymətləndirilə bilər. Azərbaycanın qədim şəhərləri, qalaları, yaşayış məskənləri, məbədləri və digər arxeoloji abidələri xalqımızın minilliklər boyu formalaşmış mədəni yaddaşının canlı salnamələrindən biri hesab olunur. Deməli, Azərbaycan qədim və zəngin tarixə malik ölkələrdən biri kimi müxtəlif tarixi dövrlərə aid maddi və qeyri-maddi mədəni irs nümunələrinin zənginliyi ilə seçilir. Ölkə ərazisində paleolit dövründən başlayaraq qədim antik orta əsrlər və yeni dövrə qədər uzanan çoxsaylı arxeoloji abidələr, yaşayış məskənləri, qalalar, müdafiə tikililəri, məbədlər, türbələr, körpülər, karvansaralar və şəhər qalıqları mövcuddur. Bu irs yalnız Azərbaycan tarixinin deyil, eyni zamanda Cənubi Qafqazın və daha geniş Avrasiya məkanının tarixi mədəni proseslərinin öyrənilməsi baxımından mühüm elmi mənbədir. Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür və ölkənin bir sıra maddi və qeyri-maddi irsi nümunələri beynəlxalq səviyyədə tanınır. Tarixi mədəni irs hər bir xalqın milli yaddaşının, tarixi şuurunun və mədəni əlamətlərinin əsas komponentlərindən biri hesab olunur. Arxeoloji abidələr isə yalnız məbədlərin kifayət etmədiyi və ya mövcud olmadığı tarixi mərhələlərin öyrənilməsi üçün mühüm ilkin mənbə rolunu oynayır. Bu baxımdan Azərbaycan ərazisində aşkar edilmiş mağara düşərgələri, qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, istehkamlar, şəhər xarabalıqları, sənətkarlıq məhəllələri və digər arxeoloji obyektlər ölkənin qədim və orta əsrlər tarixinin elmi şəkildə tədqiqinə böyük imkanlar yaradır. Azərbaycanın coğrafi mövqeyi də bu zənginliyin məhz formalaşmasında mühüm amillərdən biri hesab olunur. Qafqaz, Ön-Asiya, Xəzər hövzəsi və Avrasiya ticarət yollarının kəsişməsinə yerləşməsi nəticəsində Azərbaycan ərazisi müxtəlif sivilizasiyalar, mədəniyyətlər və iqtisadi sistemlər arasında əlaqələrin qurulduğu məkanlardan biri olmuşdur. Bu səbəbdən Azərbaycan arxeoloji irsinin öyrənilməsi yalnız milli tarixi baxımdan deyil, regionlar arası mədəni əlaqələrin və ortaq tarixi proseslərin araşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tarixi mədəni irsinin əsas xüsusiyyətləri şərti olaraq bir neçə əsas istiqamətlərdə
qruplaşdırmaq mümkündür. Burada arxeoloji irs, memarlıq irsi, tarix və şəhər yaşayış məskənlərini, tarixi abidələr, dini memarlıq abidələri, müqayisə, deməli, müdafiə və istehkam fikirlərini, maddi mədəniyyət nümunələrini, dünya görüşünün, təsərrüfat fəaliyyətini, ovçuluğunu və sosial mədəni həyatı haqqında geniş ətraflı şəkildə məlumat verir. UNESCO-nun Qobustan qayaüstü incəsənət mədəni landşaftında 6000-dən çox qayaüstü təsvirin olduğunu və onların təxminən 40 min illik dövrü əhatə etdiyi qeyd olunmuşdur. Bununla yanaşı Azərbaycanın qədim şəhər mədəniyyətini öyrənmək baxımından Qəbələ, Gəncə, Şəmkir, Beyləqan, Naxçıvan, Bərdə və digər tarixi mərkəzlərdə aparılan arxeoloji tədqiqatların mühüm əhəmiyyəti vardır. Azərbaycan arxeologiyasının əsas xüsusiyyətlərdən biri ölkə ərazisində müxtəlif tarixi dövrlərin arxeoloji qazıntılarının mövcudluğudur. Məsələn, nəzər salaq paleolit dövrünə Azərbaycan ərazisində insanın ən qədim məskunlaşma izlərinin araşdırılması paleolit arxeoloqlarının mühüm istiqamətlərindən biri kimi hesab olunur. Burada Azıq mağarası və Tağlar mağarası kimi abidələr Azərbaycanın qədim insan məskənlərinin öyrənməsində xüsusi əhəmiyyət daşıyır. Bu tip abidələrin tədqiqi qədim insanların yaşayış mühiti, əmək alətləri, ovçuluq fəaliyyəti və təbii şəraitdə uyğunlaşması haqqında elmi təsəvvürlərin formalaşmasına böyük xüsusiyyət alır. Neolit dövrünə nəzər saldıqda isə burada yaşayış məskənlərinin tədqiqi Azərbaycan ərazisində istehsal təsərrüfatlarının, əkinçiliyin, maldarlığın, duluzçuluğun və oturaq həyat tərzinin inkişaf proseslərini izləməyə böyük imkan verir. Bu baxımda müxtəlif yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən keramika məlumatları, daş və sümük alətləri, təsərrüfat qurğuları və digər maddi mədəniyyət nümunələri xüsusi elmi əhəmiyyət daşıyır. Tunç və dəmir dövrləri Azərbaycan ərazisində metallurgiyanın, hərbi texnologiyalarının, sənətkarlığın və sosial strukturun inkişaf etdiyini mühüm mərhələlərdən biridir. Bu dövrə aid kurqanlar, nekropollar, yaşayış məskənləri və istehkamlar qədim cəmiyyətin sosial-iqtisadi quruluşunun araşdırılması üçün mühüm mənbələrdən hesab olunur. O cümlədən nəzər salsaq, işğaldan azad edilmiş ərazilərdə aparılan arxeoloji irs haqqında qısaca məlumat vermək istəyərdim ki, Azərbaycanın müasir arxeologiyasının mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzur ərazisində arxeoloji tədqiqatların aparılmasıdır. Bu regionların arxeoloji potensialının öyrənilməsi, yeni arxeoloji abidələrin aşkar edilməsinə, məlum abidələrin elmi sənətləşdirilməsinə, qədim yaşayış sistemlərinin müəyyənləşməsinə, regionun tarixi mədəni inkişafının yenidən qiymətləndirilməsinə, arxeoloji xəritələrin hazırlanmasına imkan verir. Bu ərazilərdə tədqiqatların beynəlxalq standartlara uyğun və şəffaf metodlarla aparılması mühüm elmi prinsip kimi qəbul edilməlidir. Arxeoloji tədqiqatlar zamanı abidələrin yalnız qazılması deyil, həm də onların konservasiyası, elmi sənətləşdirilməsi və gələcək nəsillər üçün qorunması əsas məqsədlərdən biri hesab olunur. Azərbaycanın tarixi mədəni abidələri və arxeoloji irsi ölkənin çoxəsrlik tarixinin maddi yaddaşı olmaqla yanaşı, ümumbəşəri mədəni irsin mühüm deməli komponentlərindən biridir. Paleolit dövrünün mağaralarında qədim yaşayış məskənlərinə, antik şəhərlərdən olan əsr qalalarına, məscidlərinə, türbələrə, körpülər və karvansaralara qədim zəngin irs kompleksi Azərbaycan tarixinin zəngin mərhələlərində burada özünü əks etdirmişdir. Bu irsin qorunması yalnız keçmişin mühafizəsi deyil, həm də gələcəyin elmi və mədəni inkişafına böyük sərmayədir. Beləliklə, ortaq mədəni irsin qorunması və xalqların tarixi əlaqələrin elmi əsaslarla öyrənilməsinə, qarşılıqlı elmi etimadın möhkəmlənməsinə və mədəni dialoqun inkişafına xidmət edən mühüm nəticədir. Azərbaycanın tarixi mədəni irsi isə bu dialoq üçün zəngin elmi baza və böyük potensial yaradır. Tarixi mədəni irsi yalnız keçmişdən qalan maddi nümunələri toplusu deyil, o cəmiyyətin tarixi yaddaşını, elmi biliklərini və gələcək nəsillərə ötürülən mədəni məsuliyyətini birləşdirən canlı bir sistemdir. Azərbaycanın arxeoloji irsinin qorunması və beynəlxalq elmi əməkdaşlıq çərçivəsi tədqiqi həm milli tariximizin daha dərindən öyrənilməsinə, həm də ümumbəşəri mədəni irsinin yüksək səviyyədə zənginləşməsinə xidmət edir. Beləliklə, Azərbaycan, Qazaxıstan və Qırğızistan arasında beynəlxalq elmi və mədəni əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi yaddaşın qorunmasının, mədəni irsin gələcək nəsillərə ötürülməsinin və Türk dünyasının elmi-mədəni inteqrasiyasının mühüm şərtlərindən biridir.
Bu istiqamətdə həyata keçirilən birgə təşəbbüslər yalnız keçmişin öyrənilməsinə deyil, eyni zamanda gələcəyə yönəlmiş davamlı və qarşılıqlı faydalı elmi əməkdaşlıq modelinin formalaşmasında mühüm töhfə verə bilər. Bu qədər hörmətli qonaqlar və qısa da istəyərdim ki, mən bu ümumi Azərbaycanı əhatə edən bir yəni xarakterik mövzudur. Eyni zamanda biz Gəncə şəhərində istərdim ki, Qədim Gəncə ərazisində olan bir neçə abidələrin adlarını çəkərdim. Deməli, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli təsdiq edilmiş 132 nömrəli qərarı ilə biri dünya əhəmiyyətli olmaqla 9-u, deməli, 8-i ölkə əhəmiyyətli abidələr mövcuddur və Qədim Gəncə ərazisində bunların nişanəsi hal-hazırda qalmaqdadır. Bunlardan yaşayış məhəllələrini, Gəncə çay körpülərini, qala büşlərinin qalıqlarını, su körpülərini, su quyularını, kəhriz quyuları, Cömərd Qəssab türbəsini, İmamzadə ziyarət kompleksini bura misal göstərmək olar. Və İmamzadə dini kompleksi 7-8-ci əsrə aid bir tarixi kompleksdir. Kompleks, deməli, 1139-cu ildə zəlzələ nəticəsində dağıntılara məruz qalmış, dəfələrlə təmir edilmişdir və son 2016-cı illərdə kompleks yenidən bərpa və rekonstruksiya işləri həyata keçirilmişdir və eyni zamanda burada Cömərd Qəssab türbəsi də 7-8-ci əsrlərə aid bir türbədir. Türbə ətrafında 20-ci əsrin 60-cı illərində Əfqan binasına elektrik sistemi çəkilən zaman türbə dağıntılara məruz qalmışdır və 2003-cü ildə deməli burada arxeolog Cəfər Qiyasinin bura göstərişi əsasında komissiya, ekspedisiya təşkil edilir və qəbir üzərində tədqiqatlar aparılır. Aşkar olunur ki, qəbir yenidən deməli tədqiqatlar nəticəsində öyrənilməli və yenidən təmir olunmalıdır. Və nəhayət 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən abidə bərpa olunmuşdur və istifadəyə verilmişdir. Eyni zamanda Qədim Gəncə ərazisində körpü qalıqları mövcuddur hal-hazırda. Deməli, burada su quyuları, kəhriz quyuları, qala büklərinin qalıqları, qala divarları da həmin ərazidə mövcuddur. Bu qədər hörmətli həmkarlar. Əlbəttə ki, tariximiz haqqında, mədəni irsimiz haqqında danışmaq çox olar. Sadəcə vaxtı nəzərə alıb mən sizə sözü digər hörmətli həmkarlarıma təqdim etmək istəyərdim. Pərviz Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Rəqəmsal İnkişaf və Süni İntellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru. Buyurun Pərviz müəllim, sizi dinləyirik, zəhmət olmasın. Təşəkkür edirəm dəvətiniz üçün. İcazə versəniz, mən qonaqlarımızı nəzərə alaraq anlaşılan hamı üçün bir dildə, yəni rus dilində çıxış edeyim. Уважаемые коллеги, дорогие друзья, я Парвиз Гасымов, заместитель директора Института археологии и антропологии Академии наук Азербайджана по цифровому развитию и искусственному интеллекту. Прежде всего, позвольте поприветствовать наших уважаемых коллег из Казахстана и Кыргызстана. Мы искренне рады сегодняшней встрече и возможности обсудить вопросы, которые имеют большое значение для всех наших стран. Нас объединяет богатое историко-культурное наследие, и поэтому особенно важным является развитие сотрудничества в области археологии, охраны памятников и деятельности историко-культурных заповедников. Уверен, что обмен научным опытом, совместные исследования, взаимные визиты специалистов и реализация общих проектов будут способствовать не только изучению, но и более эффективному сохранению нашего культурного наследия. Особенно важно, чтобы наше сотрудничество не ограничивалось отдельными мероприятиями, а приобрело постоянный и системный характер. У наших археологов и специалистов по охране культурного наследия есть много общих тем и направлений для совместной работы. Я хочу отметить, что вот на данный момент у нас полевые археологические работы по всей республике. И скажу, что добрая часть этих археологических исследований проходит в государственных культурно-исторических заповедниках на их территории.
В частности, могу отметить заповедник Кешик-Чедах, это в Аксафинском районе, а также древние остатки древнего античного города Габала, это в Кабалинском районе Азербайджанской Республики, и в других заповедниках, на территориях которых ведутся археологические изыскания. Надеюсь, что сегодняшняя встреча станет еще одним шагом к укреплению научных и профессиональных связей между нашими братскими странами и послужит основой для новых совместных инициатив. Желаю всем участникам конференции плодотворной работы, интересных докладов, содержательных дискуссий и новых профессиональных контактов. Спасибо за внимание. Еще раз сердечно приветствую наших коллег из Казахстана и Кыргызстана. Hemen danıştım. Buyurun. Aynur Çox Hanım. sağ olun Fəriz müəllim. Təşəkkür edirəm sizə. Vaxt ayırıb qoşulduğunuz üçün hər zaman minnətdaram və öz adımdan da, rəhbərliyimiz adından da Fəriz müəllimə də xüsusi təşəkkürümü bildirirəm ki, hər zaman bizə dəstək olursunuz, belə bir şəraiti yaradırsınız. Çox sağ olun. Günari müəllim, buyurun, zəhmət olmasa növbəti qonağımızı təqdim edərsiniz. Salam Aynur xanım. Bugün bizim Salam təşkil müəllim, olunan xoş gördük. təşəkkür edirəm. Pərviz müəllimi də gördüm, çox sevindim. Salamlarımızı yetiririk. Çünki bizim arxeoloji işlərimizdə həmişə də bizimlə dəstək olan, bizə həmişə bizim tariximizi qoruyan məlumatlar lazım olduqca biz oradan alırıq. Sağ olsun Pərviz müəllimə də. Bizim növbəti qonağımız bilirsiniz ki, Qazaxstandan Zapovednik Həzrət Sultan inspektorum Sultan Салимхан, этот самый, сейчас он у нас, Салимхан Бey из этот самый, Салходжаев Салимхан, инспектор отдела охраны и учета памятников историко-культурного наследия Национального историко-культурного музея заповедника Азрат Султан. Пусть выступает, пусть Салимхан Мәлим. Az mən danışıram, baxıram ki, yoxdur. Çıxmışam. Müəllim, buradasınız, sizinlə edirik. Добрый день, коллеги. Меня слышно, да? Видно? Да, слышно. Всем Слышно. слышно, да? Еще раз приветствую вас всех, Zoom-конференции, коллег из братских Азербайджана. Слайд вы будете показывать, да? Я так поняла. Да, слайд. Ну, прежде чем слайд, да. Так. Да. Видно, слышно, да, все? Да, слышно. Ага. Так, еще раз приветствую всех Zoom-конференции из братских республик Азербайджана, Кыргызстана, в частности. Так, я являюсь инспектором отдела учета и охраны памятников историко-культурного наследия Национального историко-культурного музея. Рассказать вам о нашем музее-заповеднике, в частности. Первоначально Республиканский государственный музей-заповедник, Национальный историко-культурный музей-заповедник Азрат Султан является одним из, можно сказать, самых значимых музеев в Казахстане. Музей был основан в 1977 году, 28 марта, приказом постановлением в то время Совета Казахской ССР. Потом был реорганизован в 1989 году как музей-заповедник Азрат Султан. И в 2023 году, в декабре 2023 года, в частности, был присвоен статус музея национальный, музей-заповедник. И одним из первых в Республике Казахстан является, который взял статус национального музея-заповедника. В данном случае в нашем музее-заповеднике функционирует 12 отделов, плюс еще работает один научный центр. Что касается самого памятников историко-культурного наследия, у нас в музей-заповеднике входит в данный момент 45 памятников историко-культурного наследия. Среди них, который один является статусом международного. Ну, это, конечно же, всем известный
Все, можно сказать, все, наверное, знают, многие, наверное, побывали здесь, наверное, это мавзолей Ходжа Ахмед Ясави. Кроме этого, является еще 21 памятников республиканского значения, 2 памятника местного значения и так далее. В 2003 году, нужно заметить, так, видно, да? Слышно всем? Да, да, Коллеги, видно. коллеги, что-то у меня Да, технический момент, что-то все время выключается. Так, видно, да? Так, в 2003 году мавзолей Ходжа Ахмед Ясави, в частности, имеющий статус международного значения, был как непревзойденный шедевр средневековой архитектуры, в частности, был включен в список всемирного культурного наследия. Так. Ну, кроме них еще есть очень много памятников, которые входят в состав нашего музея-заповедника, в частности. И буквально сейчас я продемонстрирую. Так, слайд. Так. Так, может, разрешение дадите? Организатор отключил демонстрацию экрана участников тебя. Xəyal icazə ver. Так. Окей, допустим. Так, что-то... Демонстрация экрана. Разрешение дадите, организаторы? Xəyal icazə ver, Xəyal. Xəyal, eşidirsən? Xəyal icazə ver. Я никак не могу включить демонстрацию экрана. Нужно... Нет, у нас сейчас этот самый организатор начинает, он сейчас даст. Xəyal, eşidirsən? Сейчас он даст разрешение, да. Разрешение, да, вот жду разрешение. Ну, пока даст разрешение... İcazə versən. У нас разрешение есть, вы соединяйтесь. Разрешение есть, да? Да, разрешение есть. Сейчас. Так, демонстрация вот экрана я нажал. Отключил, говорит, демонстрацию экрана участников теста. Ну, послышал. Слайд там. Организатор очень самого. Здесь у меня показывает, организатор отключил демонстрацию экрана. Коллеги, слышите? Еще раз. Я не могу его включить. Так. Да, не басым. У вас проблем, наверное. У нас уже все, демонстрация разрешения есть. Смотрите, у вас не получается. Сейчас. Вот вышел, да? Видно? Да, все. Да, видно. Все, да? Все тогда. Ага. Так. Все. Так, ben халажил что-то. Так, ну, начнем с мавзолея Ходжа Ахмед Ясави, как вы видите. Видно, да, вам всем, да? Так, это уникальное архитектурное, в частности, строение было построено еще да, в 12 веке по приказу эмира Тимура. В то время это является, можно сказать, жемчужиной средневекового зодчества. В данном время, в частности, у нас сейчас идет реставрационная работа по куполу, в частности, мавзолея. Мавзолей Ходжа Ахмед Ясави, он представляет, конечно, крупное сооружение, в котором зодчие сумели, можно сказать, объединить все части его. Это и ханака, и медресе, что в обычных культовых комплексах выполняет разобщенные строения. Она включает в себе до 34 разнообъемных помещений. В плане здания имеет размеры 65,5 на 46,5 метров.
Это монументальное общественное здание, в частности, заменившее собой весь целый комплекс сооружений, был для своего времени новым шагом в развитии, в частности, архитектуры. Ну, как в 2003 году в Париже единогласным решением было принято в Генеральной конференции ЮНЕСКО, вернее, всемирного наследия ЮНЕСКо. Так, следующий слайд. Так, это... Так, у меня здесь технично. Ой. Вот. Так, следующее сооружение, это в частности тоже датируемый 12 веком. Он расположен буквально в 120 метров к югу от мавзолея Ходжи Ахмеда Яссави, памятник республиканского значения. Так, по словам ученых, слово «халвет» на казахском языке происходит от арабского «халватун», что обозначает уединение, уединенность и означает место для поклонения, в частности, к Создателю Всевышнему, в отрыве от мирской жизни и, в частности, в уединении. Ну, здесь главным образом в то время совершалось одно из ритуальных поклонений, обряда, зикра, в частности. В трудах исследователей упоминается, что Ходжи Ахмед Яссави, достигнув возраста пророка, в то время 63 года, специально построил этот хилвет и провел здесь оставшуюся, в частности, часть своей жизни. В данный момент этот исторический памятник, как я уже сказал, является республиканского значения и работает поныне. Так, следующим. Так, это восточная баня, вот вы видите, видно, да, наверное, всем? Так, датируется 16-20 веком. Эта баня, в частности, функционирует до 1975 года, коллеги. Так, она была расположена буквально на 80 метров к юго-западу от мавзолея Ходжи Ахмеда Яссави и частично загублена в землю. Памятник также имеет республиканское значение. Сейчас, в данный момент, баня не действует, как я уже говорил. Последнее действие функции этой бани было в 1975 году. Является, можно сказать, музеем. Так, следующий дальше. Мавзолей Рабиа Султан Бегим, 15 век. Как вы видите, тоже расположен буквально в 60 метров к юго-востоку от мавзолея Ходжи Ахмеда Яссави. Объект республиканского значения. Бытует, что Рабиа Султан Бегим была представительницей рода тимуридов, как говорят историки. Дочь выдающегося астронома и ученого Улугбека, является внучкой великого эмира Тимура, Тамерлана. Так, ну, высота фасада достигает 2,5 метров, ширина 11 метров, пролет арки 6 метров, расстояние между боковыми стенами 3,5 метра. В данный момент тоже является архитектурное строение музеем, как я уже говорил, республиканского значения. Так, следующий. Дальше у нас идет археологический целый комплекс у нас идет. Как вы видите на рисунке, на фото, вернее, на слайде, неподалеку от мавзолея Ходжи Ахмеда Яссави расположен целый, можно сказать, археологический наш памятник. Это Яссыкуль-Тубе. Датируется 3 веком до нашей эры, 18 веком нашей эры. Яссыкуль-Тубе – одно из самых древних городищ Казахстана, не только в городе Туркестану, и по всему Казахстану. Она находится всего в 350-400 метров к югу от мавзолея Ходжи Ахмеда Яссави. Это памятник является республиканским значением. Ниже, внизу, вы видите второй рисунок. В частности, недавно, буквально 2 года тому назад, были проведены реставрационные работы по Яссыкуль-Тубе, в частности. Объект находится до сих пор в реставрации. Так, следующее. Дальше. Исторический наш объект – это ханская ставка. Ставка резиденция ханов. Как я уже упомянул, в Туркестане, в частности, на территории мавзолея, в святом месте были упокоены свыше 300 исторических личностей, среди которых были знаменитые, можно сказать, государственные деятели, политические деятели, батыры. И это ханская орда в период 17-х, как раз 18 веков. Тоже является одним из объектов нашего музея-заповедника. Так, следующее, я буквально уже заканчиваю, коллеги. Так, крепостная стена.
Сейчас находится, тоже объект у нас находится на реставрации, является памятником 16-19 века. Так, следующий объект – это подземная келья, тоже хильвет, Авлехум Шагата, памятник республиканского значения, находится буквально в километре к юго-востоку от мавзолея Ходжа Ахмеда Ясави. Высота культового сооружения составляет приблизительно 3 метра, длина 15,4 метров. Диаметр купольного помещения является 3 метра. Так, следующий – это мавзолей Аль-Ходжа Ата. Она датируется 12 веком. Аль-Ходжа считается, в частности, является зятем Ходжа Ахмеда Ясави. Мавзолей расположен буквально 2,5 километра к юго-востоку от мавзолея Ходжа Ахмеда Ясави и является республиканским объектом. Так, следующий мавзолей и колодец Укашата. Датируется 7-9 веком. Мавзолей и колодец Укашата находится у подножия гор Каратау, примерно в 55 километрах к северу от города Туркестана. Памятник тоже имеет республиканского значения. Все эти, в частности, памятники, в частности, мавзолей и колодец Укашата, являются, можно сказать, сакральным памятником Казахстана. Так, ну и в конце буквально мавзолей Гаухарана, датируется 12 веком. Мавзолей был возведен в честь дочери проповедника ислама Ходжа Ахмеда Ясави Гаухарана. Памятник является республиканского значения. Так, ну и вкратце у меня это все. Ну, как говорится, лучше один раз увидеть, чем 100 раз услышать. Поэтому, уважаемые друзья, коллеги, всех, кто не был в нашем славном древнем городе Туркестане, я приглашаю вас посетить наш жемчужину, в частности, в том числе архитектурного строительства мавзолея Ходжа Ахмеда Ясави. Спасибо вам за внимание. Коллеги. Большое спасибо вам, спасибо, что удалили время. Огромное спасибо. Xəyal səs gəlir? Gəlir. Aha. Mən istərdim indi isə digər növbəti qonağımızı təqdim edərdim. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov. Şamil müəllim, buyurun, siz dinləyirik, zəhmət olmasa. Aynur xanım, xoş gördük. Eşidilir mi səsim? Xoş gördük Şamil müəllim. Bəli, eşidilir, buyurun. Çox sağ olun, dəvətimizi qəbul etdiyiniz üçün. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Həm öz adından daha maraqlı olur. minnətdarlığımı bildirirəm. Həm öz adından, həm də çöldə işlədiyim arxeoloji ekspedisiyanın üzvlərinin hər biri adından. Çox maraqlı bir mövzuya toxunmusunuz. Əlbəttə ki, mənim kolleqam, hörmətli Pərviz müəllim institutun son illərdə Azərbaycan ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatlar barədə dolğun məlumat verdi. Qısaca olaraq mən müəyyən detallar üzərində dayanmaq istəyərdim. Təbii ki, Azərbaycanda arxeoloji və antropoloji tədqiqatların həyata keçirildiyi yeganə bir ünvan olan Milli Elmlər Akademiyasının Arxeologiya Antropologiya İnstitutu Azərbaycanda arxeoloji ekspedisiyaların çox şaxəliyini təmin etməklə yanaşı, xüsusilə son illərdə problemli mövzuların tədqiqi istiqamətində də fəal işlər aparır. Hal-hazırda Respublikamızda 30-dan yuxarı arxeoloji ekspedisiya fəaliyyət göstərir və bu arxeoloji ekspedisiyalar Azərbaycanın müxtəlif bölgələri üzrə paylaşmışlar. Mən institutun son illərdə xüsusilə Gəncə-Qazax bölgəsində apardığı arxeoloji tədqiqat işləri barədə qısaca olaraq fikir bildirmək istəyərdim. Azərbaycanın zəngin maddi mədəni irsinin qorunduğu bir bölgə olaraq Gəncə-Qazax bölgəsində arxeoloji abidələr həm çoxsaylıdır, həm də çox çeşidlidir. Dövrünə görə paleolit dövründən başlamış, daha sonra orta əsrlərə qədər arxeoloji abidələr izlənilir. Son illərdə mənim də tədqiqat sahələrindən
bir hissəsini əhatə edən Azərbaycanda xalqolit və tunç dövrü hadimələrin ikisinin öyrənilməsi və bu istiqamətdə araşdırma aparması İNİ tərəfindən də dəstəklənir. Bildiyimiz kimi bu bölgədə həm yaşayış yerləri, həm də qəbr abidələri keçən əsrin ortalarından başlayaraq üzvləri olan bir müddətdə tədqiq olunur və tədqiq olunmalıdır. Hər tədqiq edilən yeni bir yaşayış yeri, yeni bir nekropol həmin bölgədə məskunlaşmış qədim insanların və sakinlərin maddi mədəniyyəti haqqında, təsərrüfat fəaliyyəti haqqında, dini dünya görüşləri haqqında, dəfn mərasimləri haqqında çox dolğun və ətraflı məlumat əldə etməyə imkan verir. Tapılan hər bir artefakt təbii ki, mühüm elmi dəyərə malikdir və onun üzərində aparılan elmi araşdırmalar Azərbaycan arxeologiyasının bəlkə də ən qaranlıq məqamlarına işıq salmağa yardımcı olur. Xüsusilə son illərdə tədqiqatlarımız köklənmişdir. Pərviz müəllim də bu barədə qısaca qeyd etdi. Ağstafa rayonu ərazisində Keşişçida Dövlət Tarix Mədəniyyət Qoruğunda Qoruğun rəhbərliyi ilə institut arasında bağlanmış birgə müqavilə çərçivəsində həyata keçirilən arxeoloji yay məktəbləri və bu əsasda xüsusilə aparılan arxeoloji tədqiqatlar. Tunc dövrünə aid Kurqan abidələrində zəngin tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar bizə həmin bölgədə Kurqan mədəniyyətinin qısaca olaraq qeyd etsək, Ceyrançöl ərazisində Kurqan mədəniyyətinin hətta Orta Tunc dövründən başladığını və erkən dəmir dövrünə qədər davam etdiyini söyləməyə əsas verir. Bundan başqa bölgədə bir sıra beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərir. Mənim həmkarım Bəxtiyar müəllimin rəhbərliyi ilə Azərbaycan İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının Tavatəpədə apardığı arxeoloji qazıntılar və şəxsən mənim rəhbərliyimlə Ağstafa rayonunda Ağlıtəpə yaşayış yerində Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyasının apardığı arxeoloji tədqiqatlar. Bu tədqiqatlar və tədqiqatların nəticələri haqqında əlbəttə ki, saatlarda danışmaq olar. Amma mən qısaca olaraq onu qeyd etmək istərdim ki, aparılan bu tədqiqatlar bölgənin ümumiyyətlə erkən Tunc dövründən başlayaraq mərhələli şəkildə erkən dəmir dövrünə qədər əhali məskunlaşmasını öyrənməyə imkan verir və həmin dövrdə insanların maddi mədəniyyət, təsərrüfat fəaliyyəti, metaldan istifadə, metal işləmənin vəziyyəti barədə dəqiq informasiyalar əldə etməyə bizə imkan verir. Qısaca olaraq hal-hazırda qazıntısını apardığım abidə haqqında da məlumat vermək istəyərdim. Mən üzr istəyirəm, hal-hazırda siz Gədəbəydəsiniz də, qazıntı işləri orada aparılır, Gədəbəydə. Bəli, Aynur xanım. Aha, buyurun. Elə apardığınız qazıntı haqqında məlumat verirsiniz, daha da yaxşı olardı, yerinə düşərdi eyni zamanda. Təbii ki, hal-hazırda qazıntı apardığımız abidə Azərbaycanda necə deyərlər, arxeologiyanın ən aktual mövzularından biri olan və deyərdim ki, hələ də tam şəkildə öyrənilməyən albanşünaslıq sahəsində uğurlu addımlardan biridir. Gədəbəy rayonunun Xarxar kəndi ərazisindəki eyni adlı nekropolda biz tədqiqat işlərini artıq bir aydan çox bir müddətdir